Salam dostlar, bugün sizə TikTokda videolarınıza pulsuz şəkildə baxış necə vura bilərsiniz, ondan danışacağam. Bir neçə videoma mən baxış göndərmişəm və bu baxışlar hamısı gerçək baxışlardır, bot deyil. Heç bir silinmə olmur, hamısı qalıcı baxışlardır. Rahatlıqla siz də bu üsuldan istifadə edərək TikTokda videolarınızın keşfət bölməsinə çıxmasına köməklik edə bilərsiniz. Və bunların aktiv olduğunu sizə göstərirəm. Gələn yorumlara baxın, hamısı Azərbaycanlı istifadəçilərdir. Siz də rahatlıqla istifadə edə bilərsiniz. Hal-hazırda bu videomda 11.500 baxış var. Bu videoma 5000 baxış göndərərək baxış sayını bu videoda sizə sübutlu şəkildə necə artıra bilərsiniz göstərəcəm. Bunu müxtəlif cihazlardan, telefonunuzdan, kompüterinizdən və planşetinizdən rahatlıqla edə bilərsiniz. Hesabınıza heç bir zərər yoxdur. Sizdən TikTok hesabınızın şifrəsi tələb olunmur. Bunu həmçinin dostunuzun hesabınıza, hər hansı bir yaxınınızın hesabına göndərə bilərsiniz. Yəni videosuna, paylaşımına göndərə bilərsiniz baxışı və heç bir zərər, ziyan yoxdur, şifrə tələb edilmir. İndi hansı ayarlar etməliyik onu göstərirəm. Buradan ayarlar bölməsinə daxil oluruq, ayarlar və gizliyə gəlirik, özəl hesab yazılan yer var. Onu seçirik və hesabımızı gizlidən çıxardırıq. Yəni hər kəsə açıq etməliyik hesabımızı, gizli hesablara tətbiq edilə bilmir. Bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qismində yazan hər kəsə 100 TikTok takipçisi hədiyyə edəcəm. Və buradan videomuza gəlirik. Buradan bağlantını kopyalayırıq. Yəni paylaşım linkimizi kopyalayırıq. Sonra biz Google-a daxil oluruq. Axtarış yerinə bu saytı yazırıq. Takipçi.com. Bu sayta keçid edirik və burada görürsüz pulsuz xidmətlər var aşağıda. Bura daxil oluruq. Burada TikTok pulsuz xidmətlər və TikTok pulsuz baxışı seçirik. Paylaşım linkimizi bura kopyalayıb yapışdırırıq. Sonra buradan miqdar seçirik. Günlük 5000 ədəd göndərə bilirsiniz. 5000 ədəddən yuxarı göndərmək olmur pulsuz şəkildə. Həmçinin aşağıda gördüyünüz kimi burada Azərbaycanlı izlənmə var, bir də xarici izlənmə var. Bu iki serverdən hansı sizə uyğundursa onu seçirsiniz və göndər düyməsinə klikləyirsiniz. 24 saat ərzində yavaş-yavaş sizin hesabınıza yüklərir. İndi videonu mən burada kəsirəm, sizə göstərəcəm artdığını izlənmənin. Və mən yeniləyəcəm. Görəcəksiniz 11.500-dən 16.600 oldu. Siz də bu üsuldan istifadə edə bilərsiniz. Saytın linkini videonun açıqlama qismində qeyd edəcəm.